Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. 2020-ci il Vətən müharibəsindən sonra noyabrın 9-da Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən, həmin il dekabrın 1-də Ermənistan silahlı qüvvələri Laçın rayonunun ərazisindən çıxarıldı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bildirmişdi. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, 3 rayonumuz Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Ümumilikdə 127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi talan və məhv edilib. Rayonda mövcud olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. 44 günlük Vətən müharibəsindəki zəfərin davamı olaraq 2022-ci ilin avqustun 26-sında Azərbaycan ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi sonuncu rayonu tərk etməsi və milli qoşun birləşmələrinin bölgəyə girməsi ilə Laçın şəhəri üçün yeni mərhələ başlanıb. Laçın şəhərində geniş miqyaslı quruculuq layihələri həyata keçirilib. Keçmiş məcburi köçkünlər böyük qayıdış proqramı çərçivəsində dədə-baba yurtlarına artıq qayıdırlar. Şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin mayına təsadüf edir. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşüb. Evlərin açarlarını onlara təqdim edib. Bundan sonra Laçınlılar mərhələli şəkildə doğma yurda geri qayıdıblar. Laçın şəhərinin və rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi üçün intensiv olaraq bərpa işləri aparılır. Yaşayış məntəqələri yenidən qurulur. Böyük qayıdış çərçivəsində dövlətimizin başçısı tərəfindən iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilir. Kənd daxili yollar, elektrik, rabitə, su və qaz xəttləri çəkilir. Prezident İlham Əliyev Bəylik kəndinə köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim edib. Bundan başqa rayonda bir sıra baza və sosial infrastruktur obyektləri açılıb. Onların arasında hava limanının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev mayın 27-sində Latifa Laçın tikiş fabrikinin açılışında iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-sında açılışı olmuş Laçın Aqrosənaye Parkı fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Həmin gün Prezident İlham Əliyev Laçın rayonunun Zerti kəndində Laçın istirahət kompleksinin, Laçında Azərenerji Açıq Səhmdar Cəmiyyətinin Aşağı Malıbəy və Mirik su elektrik stansiyalarının, Laçın rayonunun Bəylik kəndinin, Laçın elektrik şəbəkəsi rəqəmsal idarə etmə mərkəzinin, Pirşağı ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib. Laçın kanat yolunun təməlini qoyub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də açılışı edilmiş, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən 3-cü beynəlxalq hava limanıdır. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpasına və regionda turizmin inkişafına göstərdiyi diqqət nəticəsində Laçın rayonunun dağ zirvəsində yerləşən və bölgənin turizm potensialını əks etdirən mühüm layihələrdən biri olan Laçın istirahət kompleksi açılıb. Bununla yanaşı bugünədək Laçın şəhərində modul tipli Laçın mərkəzi xəstəxanası, Laçın şəhər, Zabux kənd və Sus kənd tam orta məktəbləri, həkim məntəqəsi əhalinin istifadəsinə verilib. Mişni, Alxaslı, Zabux və Qarqışlaq kiçik su elektrik stansiyaları, Aşağı Malıbəyli və Mirik su elektrik stansiyaları, Laçın şəhər yarım stansiyası və Laçın elektrik şəbəkəsi rəqəmsal idarə etmə mərkəzi, müxtəlif qurumların inzibati binaları və bir sıra ictimai yaşayış obyektləri fəaliyyətə başlayıb.